Bugün Zirə Ekopark Mədəniyyət Mərkəzində əməkdar incəsənət xadimi Professor Aqil Məlikovun Qəzəllər Toplusu adlı kitabının təqdimat mərasimi keçirildi. Məclisi Yazıçılar Birliyinin katibi şair İlqar Fəhmi giriş sözü ilə açaraq gələn qonaqları salamladı. Ustad xanəndənin yaradıcılıq yolunu nəzərə salaraq kitab haqqında məlumat verdi. İlqar Fəhmi sözü etnoqraf alim Professor Təvəkkül Səlimova söz verdi. Məclis muğam iştirakçıları ilə davam etdi. Daha sonra məclis incəsənət xadimlərinin çıxışı ilə və muğamatla davam etdi. Bugün Azərbaycan muğam sənətində öz ifaçılıq üslubu ilə seçilən bizim gözəl xanəndəmiz, əməkdar incəsənət xadimi Hacı Aqil Məlikovun kitabının təqdimatıdır və söz biraz maraqlı səslənə bilər, xanəndənin kitab təqdimatı, amma tanıyanlar bilir ki, Aqil Məlikov sadəcə xanəndəliyi ilə yox, həm də klassik ədəbiyyatı gözəl biliyi ilə, gözəl təbliğatı ilə tanınmış sənətkarımızdır və bu kitabda onun bütün ömrü boyu yazdığı şeirlərin bir toplandığı bir yer olacaq və düşünürəm ki, onu tanıyanlar, onu sevənlər, onun həm təbliğatına, həm ifaçılığına, həm də şeiriyyatına hörməti olan insanlar üçün böyük bir belə deyim, hədiyyə olacaq bu kitab və gördüyünüz kimi Azərbaycanın tanınmış alimləri, ziyalıları, xanəndələri, musiqiçiləri iştirak edir və düşünürəm ki, doğrudan da mədəniyyətimiz üçün, ədəbiyyatımız üçün və musiqimiz üçün əlamətdar hadisədir. Hacı Aqilin bu kitab təqdimatından keçəcək müəyyən bir qısa müddət o yeni bir poetik nümunənin təqdimatında inşallah ortaya qoyacaqdır və bir daha onu sevənləri, qəzəli sevənləri, poeziyanı sevənləri, muğam sənətini sevənləri sevincinə səbəb olacaqdır. Bildiyiniz kimi bugün mənim atamın əməkdar incəsənət xadimi Aqil Məlikovun kitabının təqdimatıdır, Qəzəllər Toplusu kitabının təqdimatıdır. Yəni çoxdandır bu günü gözləyirdik. Nəhayət ki, bu gün bizə qismət oldu. Çünki onun qəzəlləri biz sənət adamlarına həqiqətən çox lazımdır. Çox ehtiyacımız var o qəzəllərə. Atamın qəzəliyyatda bir beyti var, deyir, borcumuzdur qoruyaq biz də muğamı qəzəli, gözləyən bizdən onu Azərbaycan özüdür. Yəni, Azərbaycan xalqının incəsənət aləminin bu kimi işlərə, qəzələ, şeirə, musiqiyə, yeniliklərə çox böyük ehtiyacı var. Mən də bu günü çox gözləyirdim və arzuma çatmışam. Atamı təbrik edirəm. Xeyirli uğurlu olsun inşallah. Gözlədiyimizdən də artıq dərəcədə çox samballı bir tədbir alındı. Böyük sənət adamları iştirak elədi, söz ustaları iştirak elədi, xiridar adamlar, müxtəlif nəslin nümayəndələri çox maraqla sona qədər iştirak elədilər və gözəl musiqilər, gözəl şeirlər, əsl ədəbi və musiqili bir məclis oldu. Kitab təqdimatı da yüksək səviyyədə keçdi. Hamından razılıq edirəm. Allah baba müəllimə can sağlığı versin. Allah bu Ekopark İdarəsinin bütün işçilərini, kollektivini salamat eləsin. Böyük zəhmət çəkdilər. Vüqar müəllimə can sağlığı arzulayıram. Ləman xanıma, Fərqanə xanıma, sonra hamına, rəssam oğlan var ona təşəkkür edirəm ki, il yarım ərzində böyük çətinliklərlə, elə belə asanlıqla başa gəlmədi. Nəticəsi isə mənə elə gəl çox uğurlu oldu. Mənim özüm üçün də bu çox sevindiricidir. Sağ olun, var olun. Allah hamımızdan razı olsun. Sabırın olsun bir şeydi var ki, bir ağzım var, ey insanlar qoyun deyin, sağlığında qiymət verin insanlara. Sağ olsun qiymət verənlər, bunu təşkil edirlər. Mən o qədər sevinmədim, amma çox sevindim ki, xanəndəyə qiymət verirlər. Hacı Baba senin onun tələbəsi oldu, el bil Hacı Babadır. Papağından, oturuşundan, danışığından, el bil Hacı Baba. Bu günləri Respublikanın əməkdar incəsənət xadimi Hacı Aqil Məlikovun yazdığı və toplum halında təqribən 500 səhifəlik bir qəzəllər toplusunun təqdimat mərasimi keçirildi. Zirədə Ekopark deyirlər də burada keçirildi. Tədbir çox yüksək səviyyədə təşkil olunmuşdu.
bütövlükdə olmasa da, lakin qismən də olsa Hacı Aqil Məlikovun bu qəzəllər toplusu haqqında kifayət qədər gərəkli adamlar öz ürək sözlərini dedi və mən zənn edirəm ki, Hacı Aqilin bu çıxan qəzəllər toplusu musiqi ictimaiyyəti üçün, ondan sonra gənc xanəndələr üçün, qəzəliyyata həvəskar olan insanlar üçün bir töhfədir. Sözün əsl mənasında burada təkcə qəzəllər yox, Azərbaycan orta əsr poetikasının bir sıra sahələri bu kitabda öz əksini tapmışdır. Zənn edirəm ki, Hacı Aqilin bu kitab təqdimatından keçəcək müəyyən bir qısa müddət o yeni bir poetik nümunənin təqdimatında inşallah ortaya qoyacaqdır və bir daha onu sevənləri, qəzəli sevənləri, poeziyanı sevənləri, muğam sənətini sevənləri sevincinə səbəb olacaqdır. Və mən ona biz həm fikirik, həm yaşır, həm bir yerdə böyüyən bir insan kimi, həm mən özüm elm adamı kimi ona yeni nailiyyətlər, yeni uğurlar arzu edirəm və gördüyünüz kimi onun nəvələri də hətta, oğlu, nəvələri də hətta bu yolu tutub, bu Azərbaycan muğam sənətinin, müqəddəs musiqi sənətinin ənənə üzrə davamının təsdiqidir. Bütün ailəsinə onun, Hacı Aqil başda olmalı, müvəffəqiyyət, onun yaşadığı yerin, mühitin, kəndin, bütün cəmaatını, bütün əhalisini, bütün Abşeronda yaşayan, muğama pərəstiş edən insanları təbrik edirəm belə gözəl bir tədbirin təşkilindən ötürü.